Mirzə Pəhləvi ilə Məhəmməd Rza Pəhləvi bu dədəbala İrana ya böyük xəyanət eləyiblər. İndi klişə danışmayacağam ki, zülm eləyiblər, sava şəriflə bastaq yandırıblar, cəli tarix bunlar öz yerlərini. Elminə, bilgili danışsaq, bu iki dənə dədəbala qoymadılar ki, İranda qanun əsası öz yerinə otura. Diktatorşip və ya diktatori hökuməti aradan qoymadılar getsin. Bunlar öz qüdrətlərini saxladılar. Öz məğruriyyətlərinə görə ya, nə bilirik da, mənafe şəxsilərinə görə öz qüdrətlərini saxladılar və qoymadılar ki, məclis təşkil tapılaya, təşkil tapılandan sonra da o cür bir nüfuzu ola. Bunlar böyükdən xəyanəti gördülər. Niyə? Çünki biz məşrutə zamanı bizim ata-babalarımız məşrutiyə çox əməklər verdilər. Çox əməklər verdilər ki, Müzəffəreddin Şahla Məhəmməd Əli Şahın qabağında dayandılar. Şəhidlərimiz oldu, ölənlərimiz oldu, ta məclis quruldu, ta məşruta oldu hökumət. Şahın qüdrəti məhdud oldu. Çoxlu əməklər verdik biz buna görə. Amma bu iki dədəbala gəldilər, bütün elədiklərimizi, bütün zəhmətlərimizi pozdular. Aradan apardılar. Bunlar bu böyük xəyanəti bizim haqqımızda gördülər və qoymadılar bu neçə min il tarix ki, biz diktatori bir hökumət adət eləmişik, aradan getsin. Amma düzdür, Cümhuriyyət İslamı zamanı indi yəni bu çağda çox yaxşı olubdu nisbət bir Pəhləvi, nisbət bir kollu tarixi İran. Bu diktatori qüdrət çox azalıbdı. Bizi kamil aradan getməyibdi, amma çox azalıbdı. Və bu inşallah elə vaxt ola, elə çağ ola ki, bu diktatori hökumətdən İranın eli kollan çıxa. Ki, əlbəttə, bəzi İran şəhri giclərdə görürük, hələ ki, özlərinə şah axtarırlar. Bizə gəlsin, bizə şah olsun. Onlar yap giclər, onlar kollan pərtdilər. Onları ötürür.